Salam dostlar, mən Onur Rəsulov, Azfinlabdan. Bugün yenə də bir ticarətimizi reallaşdıracağıq. Avro dollar valyuta cütlüyü range aşağı yönlü qırır və mən gecikməmək üçün dərhal 2.5 3 lotla satışımı açıram və ona uyğun da stop lossumu yenə də qoyuram. Gecikməmək üçün dərhal əməliyyatımı açdım. Stop lossumu təxminən 1.19 224-ə qoyacağam. Take profitimizi isə 1.19 0.18-ə. Təxminən bu hissəyə qoyacaq və gözləyirik. O cümlədən USD franka baxaq. USD frank. USD frank prinsipcə yuxarı hissədən kəsmək istəyir, yuxarı qalxır. Euro USD isə aşağı gedir və biz gözləyirik əməliyyatımızı. Hal-hazırda mənfəətdəyik. 69.90 100 dollar oldu. Gözləyirik. USD franka baxaq. USD frank yuxarı range qırmaq istəyir. Euro USD. Bazarın hələ ki gücü var, diqqət yetirin. Və bu baxımdan mən düşünürəm ki, avro dollar bizim hədəfimizə çatacaq. Gözləyirik. Çünki ümumi olaraq bazar hələ öz enerjisinin təxminən belə 34%-ni istifadə edib. Yəni kifayət qədər hələ hərəkətlilik üçün imkanı var avro dollarda. Yəni volatillik üçün imkanı var və biz gözləyirik. USD frankda hissəyə gedir. Diqqət yetirin. USD frank artıq buraya yaxınlaşır. Euro USD də bu hissəyə yaxınlaşır. USD frank artıq hədəfi vurdu. Diqqət yetirin. Avro dolları gözləyirik.
Böyük ehtimal var ki, avro dollar bu səviyyəni vuracaq. Çünki ümumi olaraq avro dollarda bu sistemlə də analiz etdiyimiz zaman aşağı yönlü bir, belə deyək, eniş gözlənilir. Bizim take profit hədəfimiz 420 dollardır. Diqqət edin. Profit 420 dollar gözləyirik. Hal-hazırda 324 dollar mənfəətimiz var. Təxminən bir 100 dollar da əlavə mənfəət əldə etsək, buradan çıxacaq. Take profit hədimiz təxminən buradadır. Bu hissədə stop lossumu aşağı çəkəcəyim biraz, çünki bu hissədən artıq hər ehtimala, hər belə deyək də ehtimala qarşı risklərimizi azaltmaq üçün stop lossumuzu aşağı çəkirik. Çünki buradan artıq aşağı getməlidir. Anidən hər hansı bir şey baş verə bilər və qayıda bilər. Bu şeylərdən sığortalamaq üçün artıq stop loss səviyyəsindən uzaqlaşıbsa qiymət, biz tədricən stop lossu belə deyək, aşağı çəkə bilərik. Bizim stop lossumuzda cəmi 3 pips qalmışdı daha doğrusu. Gözləyirik. Daha doğrusu bizim take profitimizdə 3 pips qalmışdı. Bəzən belə olur. Take profitinizə gəlir. 1-2 pips və yaxud da 3 pips qalmış. Oradan qiymət qayıda bilir, amma səbirli olmaq lazım. Çünki bazar bəzən həqiqətən insanın səbrini test edə bilir. Biz də gözləyirik. Dörd yüz on dörd, 17, 420 dollar mənfəətindən take profitimiz icra olundu dostlar. Belə, bu gün çox gözləmədik. Əslində çox gözəl oldu. Bir əməliyyata, yəni stop loss olmadıq. Bir əməliyyata avro dollardan 420 dollar mənfəətə çıxmış olduq. Və burada məbləğin heç bir önəmi yoxdur. Qeyd etdiyim kimi, yəni siz 10 dollar da qazana bilərsiniz və yaxud da bir əməliyyatı 1000 dollarda o balansa görə, balansda hər dəfə risk götürdüyünüz kapitala, yəni o riskinizə görə dəyişir. Yəni bu trade ümumiyyətlə məbləğ üçün ödənilmir. Birinci burada göstərmək istədiyimiz strategiyadır, onun effektivliyidir və dediyim kimi sistematik ticarəti, sistematik yanaşmanın üstünlüyünü göstərməyə çalışıram. Burada ən önəmli faktorlardan birisi siz diqqət yetirsəniz, qiymət necə də həmin səviyyələri effektiv olaraq gözləyir. Bazar məsələn USD frank gedir bu səviyyəyə toxunur, buradan geri qayıdır və dərhal Euro USD-də də həmin reaksiyanı siz görə bilirsiniz, əks reaksiyanı görürsünüz. Bu səviyyəni biz oturub özümüz xətt çəkmirik və yaxud da ki biz bunu necə deyirlər vizual yanaşma ilə etmirik. Bu sistematik bir yanaşmadır, hesablama üzrə olan bir yanaşmadır. Ona görə də diqqət etirsəniz, qiymətlər həmin səviyyələri necə gedir, yoxlayır, test edir, həmin səviyyə toxunur, sonra geri qayıdır. Çünki bazarın məntiqinə uyğun bir yanaşmadır bu. Və bir öncəki videomda əgər izləsəniz, bu gün paylaşdığım bir öncəki videoda mən Euro USD-nin aşağı bu gün range ticarəti olacağını qeyd etmişdim və bunu da əsaslandırmışdım. Artıq həmin videonu bir daha burada belə təkrardan söyləmək istəmirəm, amma faktiki görürsüz Euro USD əslində bu gün range ticarəti oldu. Diqqət etirin.
Böyük ehtimalla bu hələ gəlib bu hissəni bir test eləyəcək. Bu hissəyə qədər bir gələcək. Amma ümumən avro dollarda bu gün böyük bir hərəkətlik gözləmirik. Biz range ticarəti olacaq. Amma əmin edirəm sizi, bəlkə də bir çox insan avro dollarda alış açıb gözləyir ki, euro dollar yüksələcək. Okay, siz swing trade ilə məşğulsunuzsa, yəni tutaq ki, həftəlik, aylıq mövqelər açırsınızsa, hə, avro dollar yüksəliş trendindədir. Bu başqa məsələ. Amma siz günlük trade edirsinizsə və yaxud da düşünürsünüzsə ki, hə, məncə avro dollar buradan bahalaşacaq, bir illüziyadır. Amma biz bu sistemlə artıq bilirik ki, əslində bu günlərim avro dollar nə edəcək? Yəni mən statistik olaraq bunu 90% ehtimalla bilirəm ki, 85%, 90% ehtimalla bilirəm ki, yəni fala baxar kimi demirik. Avro dollar bu gün range içərisində olacaq. Bizim təlimlərimizə qatılanlar bunun səbəbini bilir. Niyə görə range içərisində olacaq, onu bilir onlar. Və mən dərslərdə bunu izah etmişəm ki, əgər bir gün öncə qiymət 3-cü, 4-cü səviyyəni vurursa bizim sistemdə, növbəti gün bazar mütləq şəkildə range düşür. Təbii bu daşa yazılmış bir qanun deyil. Çünki hər zaman belə. Amma 85-90% ehtimalla bu işləyir. Onsuz da trading ehtimal oyunudur. Siz ehtimalları doğru bilsəniz, doğru hesablaya bilsəniz, belə deyək, daha rahat ticarət etmiş ola bilərsiniz və müəyyən gəlir əldə etmiş ola bilərsiniz. Təkrar edirəm, bizdə olan ən yanlış illüziyalardan birisi odur ki, trading sürətli zənginləşmə vasitəsidir. Yəni siz burada girəcəksiniz, hər gün ticarət edib bir qısa müddət ərzində zəngin. Belə bir şey yoxdur. Trading əslində risk idarə etmə sənətidir və balansınıza görə müəyyən məbləğ əldə edə bilirsiniz. Önəmli olan dediyim kimi strategiyadır, strategiyanın effektivliyidir və onu düzgün tətbiq etməkdir. Belə dostlar, bir də sabah bilirsiniz çox vacib xəbərlər var. Bir öncəki videomda bunu qeyd etmişəm. Amerikadan həm inflyasiya, ümumiyyətlə bu həftə açıqlanacaq, həm əmək bazarına bağlı xəbərlər açıqlanacaq və bazarda böyük bir volatillik ola bilər. Ona görə də əgər xəbər açıqlansa, əslində keçən cümə günü Amerikada əmək bazarına bağlı xəbər açıqlanmalı idi, amma açıqlanmadı. Bu partial shutdown-dan dolayı. İndi bu həftə, yəni sabah üçün açıqlanmalıdır. Və biz baxacağıq görün bazarda vəziyyət necə olacaq. Ona əsasən qərar qəbul edəcək ki, əməliyyat açsaqmı, yoxsa gözləyəkmi və s. Belə, ümid edirəm faydalı olmuşdur dostlar. Bizi izləməyə davam edin və onu da qeyd edim ki, biz daha çox sistematik, yəni subyektiv inanca əsaslanmayan yanaşmaları öyrənirik və öyrətməyə çalışırıq. Və o cümlədən də dediyim kimi tradingin ən önəmli tərəfi də odur ki, sizi canlı saxlayır. Əgər siz durmadan oxumursunuzsa, öz üzərinizdə işləmirsinizsə və yaxud da strategiyanızı inkişaf etdirmirsinizsə, çünki bazarda stabil bir şey yoxdur. Hər şey dəyişir burada. Belə deyək, burada uğurlu olma şansınız da aşağıdır. Önəmli olan siz sistematik ticarət öyrənməlisiniz, onu inkişaf etdirməlisiniz, negativ tərəflərini tapmağa çalışmalısınız ki, mən hələ də öz stratejiyam üzərində işləyirəm, hər gün işləyirəm, hər gün araşdırıram, hər gün onu daha da gücləndirməyə çalışıram ki, onu filtr eləyim, daha az stop loss olum, daha çox mənfəətə keçə bilim və s. Biz bunları öyrətməyə çalışırıq və dediyim kimi önəmli olan faktor subyektiv inanca görə yox, bazarın reallığına görə analiz aparmaq lazımdır. Məsələn, bu yaxında birisini gördüm, Elliot dalğasından çəkib ki, mən bazar proqnoz etdim. Ola bilər, siz 10 dənə ilə proqnoz edirsiniz, biri tutar, 5-i tutar. Bu belə deyək, analiz deyil. O sadəcə sizin görmək istədiyiniz bir xətt idi. Bəxtinizə bazar onu gətirib sizə verdisə, sizin analiziniz analiz deyil. Çünki siz o dalğaları çəkirsiniz, xəttləri çəkirsiniz, belə deyək də özünüzə inandırmağa çalışırsınız. Analiz statistik olaraq test oluna bilməlidir. Yanlışlana bilməlidir. Test etməlisiniz. Test edə bilməlisiniz və ya back test dediyimiz kimi back test edə bilməlisiniz ki, bu sistem özünü doğruldur ya doğrultmur. Amma sizin çəkdiyiniz Elliot dalğaları, nə bilim, o digər xəttlər, patronlar heç birisi test edilə bilmir. Etməyə çalışsanız edə bilmirsiniz. Belə dostlar, izləməyə davam edin. İnşallah daha maraqlı, belə deyək, analizlərlə çalışacağıq ki, bazarda olan, belə deyək, dinamikanı çatdıraq. Hələlik sağ olun.